آن پرچم علینی ucatmışıq biz məktəbində izzət qazanmışıq biz. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi rabbil alamin. Ve sallallahu ala seyyidina Muhammedin ve alihi tahirin. Ve la'netud daimetu ala a'daihim ecma'in minel ane ila liqai yevmiddin. Amma ba'd. Ötən dərsimizdə, ötən söhbətimizdə qeyd elədik ki, yavaş-yavaş Quran-ı Kərimin ayələrin qısa şəkildə oxuyub tərcümə ilə və izah eləyəcəyik. Və möhtərəm qardaş və bacılarımızdan xahiş elədik ki, nəsə etirazları varsa, nəsə deyəcək sözləri varsa, bəzi qardaşlar bəzi məsələlərə toxunurlar, bəzi şeyləri müsbət dəyərləndiriblər ki, yaxşıdır, belə olsun, filan olsun. Xülasə, yəni bunlar hamısı dərslərin keyfiyyəti üçün, daha yaxşı effekt verməsi üçün yaxşıdır ki, hər kəsin öz yaxşı bildiyi, müsbət bildiyi şeyi yazsın. Biz də öz ağlımızla ölçüb biçəriyə gəl məsləhət olarsa, inşallah onlara əməl olunur. Dərsə başlamamışdan qabaq istəyirəm bu nöqtəni də vurğulayam ki, elm heç kəsin şəxsi mülkü deyil, xüsusən də din elmi. Ona görə də əgər biz əziyyət çəkib, məsələn, deyə bu dərsi hazırlayırıq, bu bəhsi hazırlayırıqsa, hər kəsin, belə deyək də, boynunda bir müəyyən qədər vəzifə vardır ki, onu çatdırsın. Ona görə də bacaran qardaşlardan, bacılardan xahişimiz və tələbimiz budur. Həm xahiş eləyirik, həm də tələb eləyirik bir müsəlman kimi. Əgər istəyirik Quranımız, dinimiz tanınsın, onda ən azından bacaran bunu eləyə bilər ki, məsələn, mən danışıram yarım saat, 40 dəqiqə, 25 dəqiqə, hər nə qədər. Hər aya mümkündür böyle short videolar eləmək olar, short videolar. Çünki short video daha çox baxılır. Aya, hər bir ayanın özün məsələn ayırar, 5-ci aya, 6-cı aya, 7-ci aya, məsələn, Bəqərə surəsi qutarana qədər ya digər surələr daha çox baxımlı olar. Onun da faydası olar ki, insanlar uzun video baxmaq istəmirsə, balaca video baxar. Ən azından bir ayadan istifadə edirlər. Xülasə, bacaran qardaşlardan ki, videonu kəsib doğramağı bacaran qardaşlardan, short videosu düzəldə bilən qardaşlardan istəyimiz, tələbimiz budur ki, bacaranlar, yəni dinin yayılması üçün hər kəsin boyunda vəzifədir. Nəhyəm, əzmünkər, əmr bin məruf, şəriətin vaciblərindən. Yəni kimin əlinə nə gəlirsə, onu eləsin ki, Quran-ı Kərim. Bəlkə də ola bilsin, sənin elə böldüyün bir dənə video ilə, bir dənə ayə, kiminsə bir dənə kafirin qabağına çıxar, Allah da hidayət eləmək istəyən deyil. Elə həmən sənin kəsdiyin video ilə mümkündür, mənə Allah 10 savab verər, sənə 100 savab verər, çünki sən o zəhməti çəkdin, sənin o kəsdiyin o videonun müqabilində bir nəfər baxdı, indi YouTube hamının qabağındadır, çıxdı bir nəfərin qabağına, eşitdi, hidayət oldu. Və Əli əleyhissalama Peyğəmbərin bir gözəl hədisi var, deyir, ya Əli, əgər bir nəfər sənin əlinlə hidayət olarsa, günəş və onun şüa saçdığı yerin xeyrindən sənin üçün daha xeyirli. Yəni günəş və onun şüa saçdığı bu qədər planetlər, hamısı heç nə olar o savabın yanındakı bir nəfər sənin əlindən hidayət olarsa. Xülasə, yəni tövsiyəm budur ki, bu Quran ayələrini bölsünlər, yəni bacaranlar bölsünlər, short videoları döndərib, paylaşsınlar sosial şəbəkələrdə ki, daha çox insan istifadə eləsin. Allah hamımızı müvəffəq və müəyyəd eləsin. Qaydaq öz bəhsimizə. Ötən dərsdə Fatihə surəsini oxuduq, tərcümə elədik. Bəqərə surəsinin də 5 ayəsini oxuduq, tərcümə elədik. Bəqərə surəsinin ilk 5 ayəsi demək olar ki, möminlərdən, müttəqilərdən, Allahın gözəl bəndələrindən danışırdı. 6-cı ayədən başlayaraq təxminən 13-cü ayəyə qədər kafirlərdən danışır. Əvvəlcə müttəqilərdən, təqvalılardan danışır. Sonra keçir kafirlərdən danışır. Ondan da sonra keçəcək münafiqlərdən danışacaq. Yəni sanki Quran-ı Kərim bu səhifəsində ya bu 2 səhifəsində insanı 3 yerə bölür. Mömin, kafir və münafiq. Yəni nə mömin deyil, nə kafir deyil. Zahirdə özünü mömin göstərir, batini isə kafirdir. Yəni insan 3 haldan kənar deyil. Ya həqiqi mömindir, ya həqiqi kafirdir və yaxud da ki münafiqdir. Üzdə özünü bir tərəf bir cür göstərir, arxada isə başqa cür. İndi oxuyacağımız ayələr, yəni 6-cı ayədən təxminən 13-cü ayəyə qədər söhbət kafirlərdən gedir. Buyurur ki, Euzu billahi mineşşeytanirracim.
İnnellezine. İnne yəni həqiqətən. İnnə və ənnə sözü ərəb dilində həqiqətən deməkdir. İnnellezine həqiqətən, heç şübhəsiz bu mənada. Ellezine o şəxslər ki, kəfəru kafir oldular, səvaun aleyhim. Onlar üçün bərabərdir. Səva yəni müsavidir, bərabərdir. Ənzərtəhum, yəni əgər, elə bir ki bu, istər ənzərtəhum, onları inzar edəsən, əm ləm tunzirhum, yaxud da ki onları inzar etməyəsən. İnzar sözü, yəni təhlükəli bir hadisənin baş verəcəyin kiməsə xəbər vermək. Bir şeyin öncədən təhlükəsini xəbər verməyə deyirlər inzar. Yəni xəbərdarlıq, amma o xəbərdarlıq ki, arxasından təhlükə gəlir. Getmə məsələn, deyir, dağın dalına, orada məsələn düşmən var. Nə bilim, deyir, bu meşəyə girmə, burada məsələn yırtıcı heyvan var. Əgər bir nəfərə qarşıda labüd bir təhlükəni xəbər verirsənsə, onu deyirlər inzar. Buyur ki, ya Peyğəmbər, həqiqətən o şəxslər ki, kafir oldular, səvaun aleyhim, ənzərtəhum, əm ləm tunzirhum. İstərsən onları xəbərdar elə, qorxud, əm ləm tunzirhum, yaxud da onları qorxutma. La yu'minun, onlar iman gətirməyəcək. Yəni, bu qədər bunlar bədbəxtdilər ki, hətta sən, Muhammed ibn Abdillah, salavatullahi və selamu aleyh, bu qədər sədaqətinlə, bu qədər doğruluğunla, bu qədər vəfanla ki, hamısı hətta kafirlər belə, səni doğrucul Muhammed, sədaqətli, əmanətdar Muhammed deyə çağırırdılar Məkkənin kafirləri, səni tanıdıqları halda, bildikləri halda ki, sən yalancı deyilsən, sən kimisi aldatmazsan, bununla yanaşı, istər onları qorxut ya qorxutma, onlar iman gətirməzlər. La yu'minun, onlar iman gətirməzlər. İnnellezine kəfəru səvaun aleyhim. Həqiqətən kafir olanlar üçün eynidir, fərqi yoxdur. İstər onları ənzərtəhum, onları qorxutdun, əm ləm tunzirhum, ya qorxutmadın, la yu'minun, onlar iman gətirməzlər. 7-ci ayə. Xətəməllahu alə qulubihim və alə səm'ihim. Xətəmə yəni möhürlədi. Allah möhürlədi onların qəlbinin üzərinə. Allah möhürünü bastı onların qəlbinin üzərinə. Və alə səm'ihim. Onların qulaqlarına. Və alə əbsarihim ğişavətun. Və onların gözlərinin önündə, gözlərinin üstündə bir pərdə var, örtük var. Və ləhum əzabun azim. Onlar üçün böyük bir əzab vardır. Allah kafirlərin bədbəxtliyindən danışır. Deyir ki, Allah onların qəlblərinə və onların qulaqlarına möhür bastı. Daima bu şübhəni ortaya atırlar ki, Allah birinin qəlbinə, gözünə pərdə çəkəndən sonra, qəlbinə və qulağına möhür vurandan sonra onda bədbəxt necə hidayət olsun? Deyir, yox. İnsan özü öz əməli ilə gətirib o yerə çıxardır ki, bütün qapıları, hidayət qapılarını bağlayır üzünə, ondan sonra Allahın möhür məsələsi. Yəni, necə ki, bir nəfər ərizəsini, işdən çıxmaq ərizəsini yazır, deyir, mən çıxmaq istəyirəm, mən ayrılmaq istəyirəm, mən səndən işləmək istəmirəm, gətirir, qoyur müdürün stolun üstünə, müdür də görür, artıq da bundan işləməli deyil, götürür, mühürün basır, olar ki, hə, qəbul elədim, götür, apar, ver, məsələn, deyil, pulunu alacaqsan, yalmazdan çıxıb gedərsən. O xətimdən, o möhürdən gedir ki, yəni sonda vurulan möhür. Yəni, insan, kafir, pis əməli ilə, bütün o əməl dəftərini, o qara dəftərin yazdı, o günahları yazdı, doldurdu, bütün çirkin əməlləri gətirdi, qoydu Allahın və onun mələklərinin qabağına, onlar da möhürü vurdular ki, yaxşı, indi ki, sən bu cür istədinsə, da bu cür. Və o möhürlənəndən sonra artıq da hidayət yolu insanın üzünə bağlanır. Çünki sən o qapıları bağladın, Allah heç bir bəndəsini cəhənnəmə aparmaq istəmirdi. Bu bir kinayədir, Allah Teala möhür vurmur. Yəni, Allah Teala insan nə qədər bu dünyada hidayət istəyirsə, hər yerindən olsa onun üçün hidayət qapılarını açır. Amma insan bütün hidayət qapılarını bağlayandan sonra Allah desən ki, hidayət istəmədinsə, onda mən də öz hidayət qapılarımı bağlayıram. Xülasə 7-ci ayə bu cürdür. Xətəməllahu, möhürlədi Allah, alə qulubihim, onların qəlbinə, yəni möhür vurdu onların qəlbinə, qəlblərinə. Qəlb cəmi olur qulub. Və alə səm'ihim, və onların qulağına. Və alə əbsarihim, və onların gözlərində ğişavətun, pərdə vardı. Və ləhum əzabun azim, və onlar üçündür böyük bir əzab. 8-ci ayə. Və minən nasi mən yəqulu əmənnə billah və bil yavmil axir. Üzr istəyəm, mən bayaqlar dedim ki, 13-cü aya qədər yox.
deməli 6 və 7-ci ayələr kafirlərdən danışır. 8-ci ayədən başlayaraq münafiqlərdən. Buyurur ki: "Və minən-nasi" insanlardan bəziləri var. Minən-nas insanlardan bəzisi var. Mən o şəxslər ki, yəqulu belə deyir: "Əmənnə billah və bil yevmil axir." Biz Allaha və axirət gününə iman gətirdik. Və ma hum bimuminin, amma onlar mömin deyillər, yəni onlar münafiqdirlər. Onlar iddia edirlər ki, biz iman gətirmişik. Allaha və onun axirət dünyasına, cənnətə, cəhənnəmə iman gətirmişik, bunu deyirlər. Və ma hum bimuminin, onlar mömin deyillər. Yuxadi'unallaha, onlar Allahı aldadırlar. Yəni Allahı aldatmaq olmaz. Yəni öz nəzərlərində elə bilər ki, Allahı aldadırlar. Yuxadi'unallaha, Allahı aldadırlar. Sonra kimi aldadırlar? Vəllezine amenu, və iman gətirənləri aldadırlar. Və ma yaxda'una illa enfusahum, amma əslində özlərindən başqa heç kəsi aldatmırlar. Və ma yeş'urun, amma onlar başa düşmürlər, şuurları çatmır, anlamırlar. Onlar öz zehinlərində, öz düşüncələrində, yəni münafiqlik eləməklə üzdə özləri mömin göstərib, arxada kafir olmaqla elə bilirlər Allahı və möminləri aldadırlar. Amma Allahı aldatmaq olmaz, özlərini aldadırlar. Yuxadi'unallaha, Allahı aldadırlar. Vəllezine amenu, və iman gətirənləri aldadırlar. Və ma yaxda'una illa enfusahum. Amma onlar özlərindən başqa heç kəsi aldatmırlar və ma yaşurun. Ancaq özləri bilmirlər, özlərinin xəbəri yoxdur. Yəni özlərini aldadırlar, özlərinin də xəbəri yoxdur. Allahı aldatmaq olmaz. Fi qulubihim maradun. O münafiqlərin qəlbində bir xəstəlik var. Nifaq xəstəliyi. Sağalmaz bir yaradır insanın qəlbində. İnsan ikiyüzlü olmamalıdır, insan münafiq olmamalıdır. Bunda qeyd edeyim ki, münafiqlik iki mənadadır. Bir əqidədə münafiqlik, bir də əməldə münafiqlik. Hal-hazırda indi demək olar ki, əqidədə münafiq demək olar ki, yoxdur ya da olsa da çox azdır. İnsanın özünü zahirdən müsəlman göstərsin, batində kafir olsun. Bu az olar. Amma adətən münafiqlik, insan müsəlmanlar arasında münafiqlik, əməldə münafiqlik. Yəni əməldə ikiyüzlüdür. Özü mömin kimi göstərir, namaz əhli kimi, oruc əhli kimi, dalda düşəndə məsələn demin oyundan çıxır. Ya özün düz insan kimi göstərir, cəmaət elə bilir ki, bu rüşvətxor deyil, amma hamıdan çox məsələn rüşvətxordur və ilaxır və s. Yəni ikiyüzlülük, əməldə ikiyüzlülük. Bu ayədə sözü gedən münafiqlik, İslamın əvvəlində olan münafiqlikdən söhbət açır ki, onlar ki, özləri müsəlman göstərirdilər, mömin göstərirdilər, Allaha iman gətirmiş kimi göstərirdilər, amma dala düşəndə özlərin həqiqətdə isə kafir kimi bilirdilər. Amma dolayısı yolla elə indiki münafiqlərə, yəni əməldə münafiq olanlara da aidiyyəti var ayənin. Buyur ki, fi qulubihim məradun, onların qəlbində bir xəstəlik var. Fəzadəhumullahu mərada. Allah biraz da onların xəstəliyin artırar. Yəni sən ki qəlbində nifaq xəstəliyin yaratdınsa, Allah da deyəcək ki, yaxşı, indi ki sən bu münafiqlik istədin, mən də onu artıracam. Yəni əslində Allah artırmır. Əqaid dərslərində də dəfələrlə qeyd elədik ki, Allah Taala mömin üçün də, kafir üçün də, münafiq üçün də, yəni hər hansı bir addımı atmaq istəyən üçün bütün lazım olan vasitələri onun ixtiyarında qoyur. Allah ona deyir ki, mən sənin münafiqliyi artırıram. Yəni sən münafiqlik üçün addım atan zaman səndən heç nə əsirgəməyəcəm. Hər nə istəyəcəksənsə onu sənin ixtiyarında qoyacam. Ona deyə Allah artıracaq. Yoxsa Allah da kimisə münafiq eləməz. Haşa lillah. Allahdan uzaqdır bir nəfər münafiq eləsin, sonra onu münafiqlərdən cəhənnəmdə yandırsın. Kafirlərdən cəhənnəmdə yandırsın. Allah belə bir iş görməz. Allah mütəal ki buyurur, mən sənin qəlbindəki nifaqı artırıram ay münafiq. Yəni sən münafiqlik eləmək üçün nə lazımdırsa, nə istərsə onu verəcəm. Əsirgəməyəcəm səndən. Amma sən şuurlu şəkildə yolu seçib getdiyin üçün artıq günah öz boyundadır. O məsuliyyəti sən daşıyırsan. Fi qulubihim məradun. Onların qəlbində mərəz var, xəstəlik var. Fəzadəhumullahu mərada. Allah da onların xəstəliyini artırar. Əslində zadəhum yəni artırdı deməkdir. Amma haşiyə çıxım ərəb dilin o incəliklərinə diqqət edən qardaş və bacılara bunu deyim ki, Quran-ı Kərimin üslubundandır, müfəssirlər bu cür buyururlar ki, əgərsə bir hadisə gələcəkdə olacaq, amma çox həddən artıq təkidlə buyurulmuş şeydir, yəni 100% olacaq. Əgər gələcəkdə olan şey, gələcəkdə olacaq şey, o qədər yəqindir ki, sanki elə bil olub, o həddə yəqindir.
yəqin halındadır. Onda Quran-ı Kərimin üslubu budur ki, bir çox yerlərdə onu keçmiş zaman feili ilə işlədir. Misal deyirəm, məsələn, Allah Taala Vaqiə surəsində ki, və kuntum əzvacən sələsə. Siz 3 dəstə idiniz. Axirət dünyasından danışır. Bərzəxdən sonraki halımızı danışır. Deyir ki, siz 3 dəstə idiniz və kuntum. Yəni Allahın ən parlaq pak bəndələri, yəni məsumlar, ikinci dəstə yaxşı insanlar, üçüncü dəstə pis insanlar. Deməkdən ki, siz 3 dəstə olacaqsınız, yəni axirətdə, qiyamət günündə siz 3 dəstə olacaqsınız, yəni məsumlar, tam pakizə insanlar, yüngülvari günaha bulaşıb amma mömin olmuş insanlar və bir də ki, günahkarlar və fasiqlər, pis insanlar. Yəni məsumlar, bir, ikinci dəstə əməllərin sağ əlinə alanlar, üçüncü dəstə əməllərin sol əlinə alanlar. Quran-ı Kərim həmən hadisəni nəql edən zaman demir olacaqsınız, deyir oldunuz. Siz elə 3 dəstə oldunuz. Yəni o qədər bu şey yəqindir ki, elə belə indidən olmusunuz, artıq o hadisə olub qutarıb. Bu ayədə də yenə həmən üsuldan istifadə olunubdur. Buyurur ki, fəzadəhumullahu mərada. Allah da onların qəlbinin xəstəliyini artırdı. Yəni oldu, keçdi. Keçdi. Amma olub keçməyib. Yəni əslində bu şey hər bir üçün gələcəkdə olan şeylərdir. Amma Allah Taala istəyir xəbər versin ki, bir nəfər nifaq yolunu seçdisə, Allah da onun nifaqını artıracaq. Amma buyurur ki, Allah onun nifaqını artırdı, qəlbinin xəstəliyini artırdı. Xülasə. Fi qulubihim məradun, onların qəlblərində xəstəlik var. Fəzadəhumullahu mərada, Allah da onların xəstəliyini artırdı, yaxud da ki, artıracaq mənasına. Və ləhum əzabun əlim, onlar üçün ağrılı bir əzab var. Yuxarıda kafirlərdən danışanda deyildi ki, böyük bir əzab var. Münafiqlərdən danışanda buyurur ki, onlar üçün ağrılı bir əzab var. Əlim, yəni ağrı verən. Nəyə görədir bunların bu ağrılı əzabı? Bima kanu yəkzibun. Ona görə ki, bima, yəni o şeyə görə ki, kanu yəkzibun. Onlar yalan deyirdilər. Onlar həm özünü alladırlar, həm də möminləri alladırlar. İstəyirdi Allah'ı da allatsınlar, möminlər də allatsınlar. Amma əslində nə Allah'ı, nə mömini allada bilmədilər. Nəticədə özlərini allatdılar. O yalan ki, dedilər, biz mömini, biz müsəlmanıq, biz də sizin dində qardaşınızıq. Möminlərə münafiqlik eləyib, onların ayağının altını eşidirlər, onlara zərbə vururdular. Bu pis əməllərinə görə Allah Taala onlar üçün, bu yalanlarına görə onlar üçün ağrıdıcı bir əzab düzəldibdir. Və izâ qilə ləhum, elə ki bu münafiqlərə deyilir, la tufsidu fil ard, yer üzündə fəsad törətməyin. 11-ci ayə. Buyurur ki, və izâ qilə ləhum, o zaman ki onlara deyildi. Və izâ yəni o zaman ki, qilə ləhum deyildi onlara. La tufsidu fil ard, yer üzündə fəsad törətməyin. Yer üzündə fəsad mənası, yəni xaraba qoymaq bu mənada. Fəsad xaraba qoymaq deməkdir, islahın əksidir. İslah yəni bir şey düzəltmək, bərpa etmək, təmir etmək. İfsad isə onun əksidir, xaraba qoymaq, dağıtmaq. Yer üzün xaraba qoymayın, yer üzün fəsad eləməyin, yer üzündə belə deyək də xarabalıq yaratmayın. Möminlərin arasında fitnə fəsad salmayın. La tufsidu fil ard. Yer üzündə fəsad eləməyin. Qalu. Onlar belə deyirlər. İnna yəni həqiqətən qalu innəma nəhnu muslihun. Muslihlər yalnız bizik. Münafiqin əlaməti budur ki, istəyirsən sən onu hidayət eləyəsən, deyəsən qardaş, bu pis ələndir, bunu eləmə, ya haqqa tərəf, deyirsən kimi deyirsən, mən ən yaxşı müsəlman özüməm, ən yaxşı mömin özüməm. Qalu, həmən münafiqlər belə deyərlər onları hidayətə çağıran möminlərin cavabındakı yer üzündə fəsad eləməyin, yer üzündə xarabalıq törətməyin, yer üzündə pis işlər görməyin deyənlərin cavabında qalu, dedilər, innəma nəhnu muslihun. Həqiqətən yalnız islah eləyənlər bizik. Siz yer üzünü xaraba qoyan. Biz yer üzündə fəsadın qabağını alıb islah yaparan. Həmən o münafiq ki, yer üzündə xarabalıq törədirdi, yer üzündə fəsad törədirdi, fitnə fəsad odu qalayırdı. Həmən şəxs özünü düzə çəkir, özünü ən pak insan görür və deyir ki, həqiqətən islahat aparan, düzgün işlər görən elə yalnız biz özüyük. Yəni siz xarab yol gedirsiniz, biz düz iş görürük. Hamıdan özün yaxşı görəcək. Əla. Əla, buna əla istiftahiyyə deyirlər, əla tənbih deyirlər.
Yəni ayıldıca. Ey ayıl. Allah Taala möminlərə ayıl deyir. Ayılın ay möminlər, ay müsəlmanlar. Münafiqlər sizi aldatmasın. Əla, agah olun, ayılın, agah olun. İnnəhum həqiqətən onlar. Humul mufsidun. Onlardılar fəsad törədib xarabalıq yaradanlar. İslahatın əksini görənlər, əksinə hərəkət edənlər. Əla, agah olun. İnnəhum bir dənə təkid. Hum ikinci təkid. Əlada əvvəllərində 3 dənə təkidi dalbadal deyir. Hey, ayıl, ayıl, belə. Diqqət elə. Nəyə diqqət eləyək? İnnəhum həqiqətən o münafiqlər humul mufsidun. Onlardılar fəsad törədənlər. Və lakin la yəş'urun. Amma başa düşmürlər. Başa düşmürlər ki, bu fəsad, fitnə fəsad odur ki, yaradırlar insanların, möminlərin arasında. Möminlərdən çox özlərini tutacaq. Başa düşmürlər ki, bunlar fəsad əhlidirlər və ya dünyada, ya axirətdə bunun bir gün bədəlini ödəyəcəklər. Bir gün bunun hesabını verəcəklər. Əla, 12-ci ayəni təzdən oxuyuram. Əla innəhum humul mufsidunə. Agah olun, həqiqətən fəsad törədənlər, xaraba qoyanlar onlardılar. Və lakin la yəş'urun. Amma şuurları çatmır, başa düşmürlər, qanmırlar, anlamırlar. 13-cü ayə. Və izə qilə ləhum. Elə ki onlara deyilir, o zaman ki onlara deyilir, əminu kəmə əmənən nas. Siz də digər möminlər kimi iman gətirin. Yəni münafiq olmayın. Üzdə mömin, dalda kafir olmayın. Elə həqiqi mömin olun. Üzdə də mömin olun, arxada da mömin olun. Elə ki onlara deyilir və izə qilə ləhum. Elə ki onlara deyilir, əminu, iman gətirin. Kəmə əmənən nas. Necə ki, cəmaat iman gətirir. Necə möminlər, adi insanlar həqiqətən Allaha, onun peyğəmbərinə, onun Quranına, cənnətinə, cəhənnəminə iman gətirib. Siz də o cür iman gətirin. Bu münafiqlər nə deyirlər? Qalu, ənu'minu kəmə əmənəs sufəhə. Səfihlərin, ağıldan kəm insanların iman gətirdiyi kimi iman gətirək. Yəni o münafiqlər, həqiqi möminlər adətən sadəlöv görsənər. Amma əslində ən zirəkli həqiqi möminlərdirlər. Ümumən, düzgünlükdən böyük zirəklik yoxdur. İnsan əgər istəyirsə hər bir işində müvəffəq olsun, düzgün yol seçsin. Düzgünlük mümkündür insana bir çox hallarda ilk baxışda zərbə vurar. Amma o zərbələrin nəticəsi insan düz gördülər. Bir də görürsən birdən ya iqtisadi cəhətdən sənin üçün bir qapı açıldı, sən düzgünlüyə görə. Ya hər hansı bir cəhətdən Allah Taala bir qapı açır. İnsan əgər düz hərəkət eləyərsə, düzgün rəftar eləyərsə, o düzgünlük onun dünyasına da xeyir verər, axirətinə də. Ona görə də adətən o möminlər, həqiqi möminlər adətən sadə görsənirlər, sadə löv görsənirlər. Kənardan baxanda elə bilsən ki, nəuzubillah, axmaq kimi görsən, buna baxın. Məsələn, fərzən belə deyək, hamı haram yeyir, bu isə özüm düz aparır, külüb qoyum sənin təpəyə, bu axmaqdır. Kənardan baxan, yəni münafiq müsəlman, münafiq yəni o üzün müsəlman göstərir, müsəlman olmayan. Həqiqi müsəlmana baxanda onu axmaq yerinə qoyur. Necə ki, bu ayə buna işarə edir. Deyir, onlara deyəndə ki, siz də insanlar kimi, digər əsil möminlər kimi iman gətirin. Onlar deyəcəklər, qalu ənu'minu kəmə əmənəs sufəhə. O səfeylərin, geri zəkalıların, axmaqların imanı kimi iman gətirir. Yox, biz zirək adamlarıq. Biz elə bu cür münafiqliyi yaxşı görürük ki, insan üzdə bir cür olsun, arxada bir cür olsun. Qalu ənu'minu kəmə əmənəs sufəhə. Səfeylərin iman gətirdiyi kimi iman gətirək. Səfeh bizim başa düşdüyümüz səfeh yox. Yəni, şuurunda biraz geriləmə. Yəni, tam dəli mənasına yox. Ələ innəhum humus sufəhəu. Əslində səfihlər, onlar özləridirlər. Agah olun ki, elə səfihlər onların özləridirlər, həmən münafiqlərdirlər. Və lakin la ya'ləmun, amma özləri bilmirlər. La ya'ləm, yəni elmləri çatmır. Yuxarıda deyil, la yəş'urun. Şuurları çatmır, aşağıda elmləri çatmır. Şuurla elmin fərqi vardır. Yəni, elm mümkündür insan oxumaqla əldə eləsin. Şuur isə ancaq neynir? İnsan düşüncəsini artırmaq eləyir. Yəni, oxumaqla mümkündür biri alim olar, amma qanmaz olar. Yəni, elm ilə şuur eyni şeylər deyirlər. Şuurun əsli Allah tərəfindən verilir, hamıya, alimədə, cahilədə. Yəni, elmi get-gedə inkişaf elətdirmək olar, nə ilə oxumaqla, yazmaqla, dərs oturmaqla. Amma şuur isə insanın düşüncə qabiliyyəti. Ancaq onun əsli ki, Allah tərəfindən verilir heç, onu da artıq dərs oxumaqla həll eləmək olmaz. İnsan xeyri şəri araşdırmaqla, düzgün düşünməklə insan şuurunu inkişaf elətdirə bilər.
Elmindən yox, mümkün dediyim kimi. O qədər kafir alimlər vardı ki, məsələn də Yaponiyada elmi hara gedib satıb, ya Çində. Hələ də daşın qabağında neynir? Səcdə eləyir, nə bilim, onu özünə Allah bilir. Elmi var, amma şuuru yoxdur, düşüncəsi yox, qanmazdır. Qanacağı yoxdur. Buyurur ki, bunlar möminlərə səfih deyirlər, amma əslində səfih onların özüdür, özləri bilmirlər. Və izə ləqullezine amenu qalu amennə. Bunlar, yəni bu münafiqlər, izə ləqu, o zaman ki qarşılaşırlar, liqa edirlər, görüşürlər, qabaq-qabağa gəlirlər. Əllezine amenu, iman gətirən şəxslərlə. Elə ki, iman gətirən şəxslərlə görüşürlər, qabaqlaşırlar. Qalu amennə. Deyirlər ki, biz iman gətirdik. Və izə xələv ilə şeyatinihim. Yəni, elə ki, möminlər oldu, hə, biz də sizin ki, möminik. Qalu amennə, iman gətirdik. Və izə xələv, elə ki, xəlvətə çəkilirlər, ilə şeyatinihim. Xələv, yəni möminlərdən ayrılırlar, getirlər xəlvətdə, tək yerdə. Öz şeytanlarına, həmən o münafiqləri Allah şeytan deyir. Çünki şeytan sözü ərəb dilində şatana bəudə sözündəndir, uzaq düşmək. Hər bir şəxs ki, ya hər bir cin, hər bir insan, hər hansı bir varlıq ki, Allahdan uzaq düşüb və insanları Allahdan uzaqlaşdırırsa, öyle şeytandır. İstər iblis olsun, istər kafir olsun, fərqi yoxdur, ya hər hansı bir müsəlman olsun. Şeytan sözü xüsusi olaraq iblis demək deyil. Bəli, iblis şeytandır. Çünki Allahdan uzaq düşdü, Allahın rəhmətindən uzaq düşdü və insanlar uzaqlaşdırır. Amma bir insan da Allah eləmək, sən də, mən də Allahın lütfi olmasa şeytana dönə bilərik. Ona görə gərək insan daimən ki Allaha sığınırıq şeytanın şərrindən, həmən şeytan hökmən deyir ki, cindən olsun, insandan da ola bilər, özümüzdən də ola bilər, nəfsimizdən də ola bilər. Şeytan Allahdan uzaq düşüb və Allahdan uzaq salan hər bir varlığa deyərlər. Ona görə Quran-ı Kərim bir çox şeyatın el-cinni vəl-ins deyir. İnsanlardan və cinlərdən olan şeytan. İnsanların da şeytanı var, cinlərin də. Çünki hər ikisi Allahdan uzaq düşür və insanları Allahdan uzaq salır. Bu ayədə də deyir ki, elə ki onlar xəlvətə çəkilib öz şeytanlarının yanına gedirlər. Və izə xələv ilə şeyatinihim, elə ki öz şeytanlarına xəlvət edirlər, yəni öz münafiq dostları ilə, kafir dostları ilə xəlvətə çəkilirlər, xəlvətdə olurlar. Qalu inna ma'akum. Onlara deyilir ki, biz sizinləyik. İnnəma nəhnu müstəhziun. Biz yalnız istihza edən, biz onları lağa qoyduq, məsxərə edirdik, biz onlarla məzələnirdik. Yəni, möminlərlə qarşılaşanda özündən yaxşı mömin kimi göstərir. Mən belliyəm, mən eləyəm. Elə ki, çəkilir dala, arxada, öz şeytanları ilə bir məclisdə olur. Başlayır əlinlə, onunla mən məzələnirdim, onu istihza eləyirdim. Mən elə səndənəm. Və izə xələv ilə şeyatinihim, elə ki, öz şeytanlarının məclisində xəlvət eləyirlər, yəni öz şeytanlarına xəlvət edirlər. Qalu, onlar belə dedilər, inna həqiqətən biz ma'akum, sizinləyik, ma'akum, yəni sizinləyik. İnnəma, həqiqətən, innəma həm həqiqət sözü var, təkid vardı, həm də ki, həsr vardı. Nəhnu, biz müstəhziyun, biz yalnız, həqiqətən biz yalnız istehza edənlərik, onları, yəni möminləri lağa qoyuruq. Onları məsxərə eləyirik, onları ələ salmışıq. Biz elə sizlənik, biz sizin qardaşlarınız. Möminlərlə yalandan qardaşıq, əsil qardaş siz kafirlərlə. Necə ki, hal-hazırda, baxsaq dünyada, ərəb dünyasının 90% bu Fələstin məsələsində gedib Yahudi qardaşların yanında. Müsəlman qardaşı qalıb orada, körpəsi də, qızı da doğranır, gedirlər. Allahın ən qatı düşməni olan Yahudilərlə dostluq edirlər. Həmən münafiqlərdir. Peyğəmbərin vaxtında necə ki, o ərəblərin çoxu münafiq idi, elə indi həmən o münafiqliklərini davam edirlər. Dinən də Allahdan, Peyğəmbərdən, Kəbədən, Qurandan danışır, amma Yahudi ilə dostluq eləyir. Elə ki, xəlvətə düşür, qucaqlaşırlar ki, biz sizin qardaşlarınız. Yəni, heç nə dəyişməyib. Tarix həmən tarixdir. Sadəcə olaraq modern əsrin tarixidir. Yəni, bilək ki, Quran köhnəlməyib. Həmən Qurandır ki, yenə münafiqlərin iç yüzünü açır. Qəzza məsələsi doğrudan da münafiqlərin iç yüzünü açdı, qoydu ortaya. Və izə xələv ilə şeyatinihim qalu inna ma'akum, elə ki öz şeytanlarla xəlvət edirlər, deyirlər ki biz sizinləyik, biz yalnız və yalnız istehza edənlərik. 15-ci ayə. Sonra Allah buyurur ki Allahu yestehziu bihim. Allah onları məsxəriyə qoyar, məsxəriyə qoyacaq, istehza edəcək. Və yəmudduhum fi duğyanihim, və onları öz tüğyanında biraz da kömək eləyəcək. Yə'məhum, başını itirmiş halda. Allah Teala buyurur ki, sən
Mənlə, mənim dinimlə, mənim peyğəmbərimlə oyun oynamaq istəyirsən, mənim mömin bəndələrimi məsxərə edib ələ salmaq istəyirsən, gör sənin başına nə oynasaram. Belə olan halətdə Allahu yəstəhziu bihim. Allah onlarla istehza edər. Allah onları məsxəriyə qoyar. Allah onları ələ salar. Və yəmudduhum. Məddə yəmuddu. Ona yardım eləmək. Yardım eləyər. Fi tuğyanihim. Tuğyanlarında qeyd elədi. Allah Taala mömin əgər iman qazanmaq istəyirsə, iman qazanmaq yolunda hər nə lazımsa onun ixtiyarına qoyar. Kafir də, münafiq də zəlalət yolun, azğınlıq yolun, cəhənnəm yolunu tutub getmək istəyirsə, o yolda lazım olanları onun ixtiyarına qoyar. Allah deyir ki, sən ki bu cəhənnəm yolunu tutdun getdin, nə lazımdırsa verəcəm sənə. Şeytan düşüncələrindən, şeytani düşüncələrdən, baxmaqdan, görməkdən, puldan, maşından, paradan, evdən, pis-pis dostlardan hər nə istəsən verəcəm. Və yəmudduhum fi tuğyanihim. Onlar tuğyanlarında onlara biraz da yardımcı olacaq. Yə'məhun. Əməh, yəni başını itirmək. Heyrətdə qalıb başını itirmək. Allahu yəstəhziu bihim. Allah onları məsxərə edər, onları istehza edəcək. Və yəmudduhum fi tuğyanihim və onlar tuğyanda onlara yardımcı olacaq. Yə'məhun, onlar başlarını itirəcəklər. İnsan yeyir, içir, kef eləyir, xəbər yoxdur. Bir də onda görə ki, ömür qutardı, artıq birbaşa cəhənnəmə qapı açılır. Belə Allahın ən böyük qorxulu bəlalarından, qorxulu, necə deyirlər, insan üçün çəkdiyi planlarından biri budur ki, Allahın insanın işi olmasın. Allah sevdiyi bəndəsin, bəzən günah eləyəndə bir şillə vurar üzünə ki, ayılsın. Əgər şillə vurmursa, buraxıb başlı başına çox qorxulu şeydir. Allah bəndəsini başlı başına buraxanda ki, nə bilirsən elə bir gün səndən hesablaşacağım, o çox qorxulu mərhələdir. Bu o deməli ki, insan Allahın gözündən düşüb artıq. Allah deyir, bunları buraxıram başlı başına, biraz da nə edəcəm? Onlara kömək edəcəm tuğyanda. Nə istəsə verəcəm o tuğyan eləmək üçün. Sonraki ayə, 16-cı ayə. Ulaikəllezine işterəvud-dalalete bil-huda. Onlardılar. Ulaikə onlardır. Ulaikə əllezine. Onlardır o şəxslər ki, onlar o şəxslərdirlər ki, nə şəxslərdir o şəxslər? İştərəv aldılar əd-dalalete bil-huda. Zəlaləti hidayətin müqabilində. Ərəb dilində bir, belə deyək də, bir qanun vardı. Ustadlarımızın birinin bizə öyrətdiyi hədiyyəsidir. Deyir ki, hər zaman gördünüz ki, iki şey müqabilində biri gedib, biri qalacaqsa, o əldən gedənin başına ərəb bəs hərfini gətirər. Bu sözü deyirəm ki, bunu ərəb dili bilən qardaşlar, bacılar diqqət eləsinlər. Allah hifz eləsin. Şeyx Nəbil Həlbavi adında ustadımız var idi. Xanım, elə indi də var, Suriyadadır da. Xanım Rüqəyyə əleyhissalamın müqəddəs və mübarək hərəminin imam cüməsi. Həm bizə dərs deyirdi, həm də orada cümələr, orada cümə xütbəsi oxuyardı, cümə namazı qılardı. Şeyx Nəbil Həlbavi özü həm ruhani idi, molla idi, həm də ki, ərəbşünas alim idi. Onun tövsiyəsi bu idi. Hər yerdə gördünüz ki, iki dənə zid şey bir-birinin qabağında, biri aradan gedib, biri qalıbsa, əgər istəyirsiniz biləsiniz ki, hansıdır gedən, hansıdır qalan, baxın bə hərfinə. Bə hərfi cərri, əgər hansının başındadırsa, o aradan gedəndir. O gedən ərəb, yəni fəsih ərəb, Quran kimi fusha, yəni o bədii söz janrının ən ali zirvəsində olan bir kəlam, bütün qanunları gözləyir, ən ali formada gözləyir. Ona görə mümkündür, adi indiki ərəb bunu bilməz, işlətməz. Amma Quran kimi dəqiq ifadəli cümlə quruluşu olan bir kitab buna diqqət eləyib. Xülasə, ərəb dilinin qanunu bunu tələb eləyir ki, iki şey bir-birini müqabil dayanırsa, biri gedib, biri qalıbsa, ərəb o aradan gedənin başına bağını gətirər. Buradan da başa düşürük ki, burada bu asandır, amma bəzi yerdə başa düşmək üçün o çox mühüm bir nöqtədir, dediyim nöqtə. Ulaikəllezine işterəvud-dalalete bil-huda. Onlar, yəni o münafiqlər, əlləzinə o şəxslərdirlər ki, iştərəv aldılar, əd-dalalətə, zəlaləti aldılar. Bil-huda, yəni hüdanı verməklə, hidayəti əldən verdi, yəni hidayət bunların əlindən çıxdı, getdi. Allah onlar üçün hidayət qapısı açdı. Peyğəmbərin göndərdi, Quranın göndərdi, hidayətçilər göndərdi. Hidayət bunların ovucunun içində idi. Yəni, misal deyək də. Əbu Ləhəb Peyğəmbərin əmisi idi, atasının qardaşı idi, babasının oğlu idi. Yəni, həmən evdə, bir evdə idi də, bir evdən çıxmışdılar. Allah da o hidayəti nazil elədi Əbu Ləhəbin qucağına, öz qucağında böyütdü qardaşı oğlu məsələn deyə. Hidayət bunun əlinin ovucunun içində ola onu verdi. İştərəvud-dalalətə bil-huda. O zəlaləti
aldılar, hidayəti verdilər. Mən misal Əbu Ləhəb deyirəm. Əbu Ləhəb münafiq olmur. Əbu Ləhəb elə kafir olub, müşrik olub. Məsələn deyirəm. Yəni xülasə o münafiqlər zəlaləti aldılar, hidayəti verdilər əldən. Allah mütəala buyurur ki, fəma rəbihət ticarətuhum. Axı ticarət eləyən gərək heç olmasa, ən azından xəsarətə uyğunmasın, sonrasında bərabər olsun. Fəma rəbihət ticarətuhum. Bunların ticarəti bəhrə vermədi, qazanc vermədi. Rəbihət, ribh yəni qazanc. Fəma rəbihət ticarətuhum. Bunlar ki, alış-veriş elədilər, zəlaləti aldılar, hidayəti verdilər. Bunların bu ticarəti heç bir qazanc vermədi bunlara. Fəma rəbihət ticarətuhum. Bunların ticarəti ribh gətirmədi, qazanc gətirmədi. Və mə kanu muhtədin. Onlar hidayət olmadılar. 16-cı ayədə dayanırıq. İnşallah Allahın izni ilə qarşıdakı söhbətlərimizdə sonraki ayələri oxuyub izah eləyərik. Elhamdülillah Rabbil aləmin və sallallahu alə seyyidina Muhammedin və alihi tahirin.